Bu da müsəlmandır. Müsəlman da necə olur insan? Şəhadətlə, əşhədu ən la ilahə illallah, əşhədu ən Muhammed Rasulullah. Namaz qılmır. Böyük günah sahibdir. Namaz qılmadığına görə günah yazılır sənə. İndi sən qiyamət günü necə arxeyn ola bilərsən ki, mən nicat tapacağam. Bir qardaş soruşur ki, namaz qılmayan 100% yəni cəhənnəmə düşəcək, yoxsa xilas olma şansı var? Bir başa düşəcək cənnətə. İstəsə onu o namaz qılmadığına görə cəhənnəm odunda yandıracaq. Təmizlənəndən sonra son mənzili cənnət olacaq. Növbəti sualda deyir ki, namazın tərkini küfür gördüyümə görə mənə təkfirçi deyən qardaşlar var, bu haqda nə danışardınız? İnsan dayanacağı yeri bilmirsə, bu rəyaldı altında gizlənərək başqalarını təkfir edir, müəyyən insanları təkfir edir və bundan da kifayətlənməyib, təkfir etməyənlərə də dil uzatırsa, təbii ki, bu təkfirçilərin müasir metodlarından biri sayılır. Allah Qurana, Peyğəmbərə inanıb, amma namaz qılmayan insan kafirdirmi? O səhlənkarlıqdan edirsə kafir deyil, yox. Həmçinin sual verirlər ki, namaz qılmayan Sırat körpüsündən keçə bilərmi? Sirat körpüsündən müsəlmanlar keçəcək. Kimlər ki, qiblə əhlidir. Amma böyük günah sahibləri, ola bilsin Allah Taala bağışlasın onları, Allahın istəyatındadılar. Ola bilsin müəyyən müddət cəzalarını alacaq, sonra sonunda yenə cənnətə gedəcəklər. Necə ki, bizim üçün ən böyük, ən açıq, aydın dəlil şəfaət hədisidir. Namazı olmayan kimsə namaz cənnətə daxil ola bilər, yoxsa ki... Bir dənə səhifə belə yoxdur, yəni insanın bir də əməli yoxdur. Namaz, oru, heç nə yoxdur. Və tərəziyə qoyulanda bu tərəfə bir kağız atılar və açıb baxarlar ki, la ilahə illallah. Və Allah azza və cəllə rəhməti ilə onu əffiləyər, cəhənnəmə girmədən cənnətə girər. La ilahə illallah və Muhammed Allahın rəsuludur deyə şəhadət gətirən, sonra isə namaz qılmayan kəslər müsəlman deyirlər. Nə cəmaatla, nə də evlərində. Şübhəsiz ki, onlar kafirdirlər. İnsanı İslam dinindən çıxaran küfürlə. Yəni onlar mürtəddilər. Çünki Quran və sünnə və səhabələrin Allah onlardan razı olsun sözləri buna dəlalət edir. Allah sizə yaxşılıq etsin, fəzilətli şeyx. Bu sual verən deyir ki, nənəm namaz qılmırdı, səhlənkarlıq və tənbəllik yüzündən. Lakin Allaha və onun rəsuluna iman edir. Mənim onun üçün rəhmət diləməyim və onun adından ümrə etməyim caizdirmi? Xeyr. O kəslər ki, namaz qılmaz, ağlı və şuuru yerində olduğu halda namazı tərk edir. Bu müsəlman deyil. Müsəlman deyil. Bizimlə onların arasındakı əhd namazdır. Kim onu tərk edərsə, artıq küfr etmişdir. Bəli. Namaz qılmayan, xeyr, cənnətə daxil ola bilməz. Əgər namaz qılmayan kəs ölərsə, şübhəsiz ki, kafir olaraq ölmüşdür. La ilahə illallah ona fayda verməz. Çünki o, bunu pozmuşdur. Namazı tərk etməklə onu pozmuşdur. Namaz qılmayan kəs kafir, Yahudilər və Xristianlar kimi kafirdir, hətta daha şiddətlidir.